Danışır Mahaçqala, axşamınız xeyir olsun, hörmətli radio dinləyicilərimiz. Dağıstan radiosu ilə Azərbaycan dilində xəbərlər buraxılışına başlayırıq. Mikrofon qarşısında jurnalist Firuzə Şərifova, rejissor pultu arxasında Minə xanım Mamayeva. Dağıstan Respublikasının rəhbəri Ramazan Abdulətipov antiterror komissiyasının müşavirəsini aparıb. Müşavirədə Rusiya Federasiyası Prezidentinin Şimali Qafqaz Federal Dairəsində səlahiyyətli nümayəndəsi Sergey Məlikov güc blokunun rəhbərliyi iştirak edib. Tədbir gedişində Respublikada antiterror komissiyasının ötən il üzrə fəaliyyət yekunları müzakirə edilmiş və yeni 2015-ci ilə qarşıda duran vəzifələr müəyyənləşdirilmişdir. Müzakirələr zamanı ümumilikdə operativ vəziyyətin gərgin olmasına baxmayaraq, Respublika ərazisində bir sıra terror qruplarının qarşısını almaq mümkün olub və terror aktlarının aradan götürülməsinə nail olunduğu da vurğulanıb. İşgüzar səfərlə Dağıstanda olan Rusiya Federasiyası Prezidentinin Şimali Qafqaz Federal Dairəsində səlahiyyətli nümayəndəsi Sergey Məlikov növbəti səfərində bir daha Dərbəndə baş çəkmiş və yubiley çərçivəli işlərin gedişinə nəzər yetirmişdir. Xatırladırıq ki, ölkə prezidentinin fərmanına əsasən yubiley tədbirləri bu qədim şəhərdə 2015-ci ilin sentyabrında baş almalıdır. Sergey Məlikov və Respublika rəhbəri Ramazan Abdulətipov Dərbəndin bir nömrəli şəhər poliklinikasında aparılan rekonstruksiya işləri ətrafında tanışlıq əldə edərkən bir sıra nöqsanları da açıqladılar. Məlikov Respublika büdcəsi hesabına Dağıstan Səhiyyə Nazirliyinin qüvvəsi ilə aparılan müvafiq işləri sürətlə başa vurmaq zəruriliyini qeyd etdi. Artıq binanın fasadında bütün işlər tam başa çatdırılmaq üzrədir və içəri hissədə də əsaslı təmir təmin olunur. İstilik sistemi dəyişdirilib və yeni avadanlıq mebel əldə edilib. Dərbəndin 1000 şagird yerlik 15 nömrəli orta ümum təhsil məktəbinin inşası işləri də diqqətdən yayınmadı. Artıq məktəbin birinci korpusu tam hazırdır. Bina daxili işlərə yekun vurulur. İkinci korpusun inşasına başlanılıb. Müvafiq obyekt isə cari il avqust ayının ortalarına istismara verilməlidir. Qonaqlar eləcə də Dərbənddə bu yaxınlarda fəaliyyətə başlamış Dünyəvi Mədəniyyət və Dinlər Muzeyində də oldular. Burada onlar Dərbənd belə bir şəhər vardı başlıqlı ekspozisiyaya baş çəkdilər. Rusiya Federasiyası Prezidentinin Şimali Qafqaz Federal Dairəsində səlahiyyətli nümayəndəsi fəxri qonaqlar kitabına qeydlər də etdi. Sonradan Dərbənd şəhər müdiriyyətində Dərbəndin 2000 illiyinin bayram edilməsi üzrə hazırlıq çərçivəli iş qrupunun iştirakı ilə müşavirə aparıldı. Məlikovun fikrincə, təntənələrə vaxt az qalır, problemlər isə boldur. Ələlxüsus Dərbəndin sosial infrastruktur obyektlərinin vəziyyəti acınacaqlıdır. Yubiley şəhərin sosial potensialının inkişafı deməkdir. Tədris müəssisələrindən bu proqrama 15 nömrəli məktəbdən əlavə digər orta təhsil müəssisələri də daxil edilməlidir. Səhiyyə obyektlərinin də sayı çox olmalıdır. Şəhərdə ölkə prezidentinin may qərarları çərçivəsində bir sıra tədbirlər bloku təmin edilir. Biz bu bloka yubiley hazırlıqlı obyektləri də sala bilərik. Misal üçün, yetim uşaqların mənzillə təmininə diqqəti gücləndirməliyik. Yubiley əhatəli bütün tədbirlər isə gərəkli səviyyədə tətbiq edilməlidir deyə Sergey Məlikov qeyd edib. Səlahiyyətli nümayəndə digər munisipalitetlərin yubileyə hazırlıq işlərində iştirakı üzrə tapşırıqların verilməsinə baxmayaraq bu sahəli işlərin gözə çarpmadığını da vurğuladı. Bayram tədbirlərinin tətbiqi ilə bağlı vəziyyət də naməlumdur. Ssenarini müəyyənləşdirin, təkliflər çoxdur, amma nədənsə ümumi plana onlar daxil edilməyib. Adamların vətənpərvərlik ruhuna arxalanmaq, onları yubiley ilə bağlı işlərə əvəzsiz olaraq cəlb etmək gərəkdir. Gənclər təşkilatları da bu işlərə mütləq qoşulmalıdır deyə Sergey Məlikov qeyd edib. Onun sözləri ilə mədəni irs obyektlərinə diqqət 1-ə 5 artırılmalıdır. Belə ki, rekonstruksiya gedişində istifadə olunan iş materialları tarixi abidələrə ciddi zərər gətirə bilər. Məlikov bu əlaqədə ekspertlər qrupunu təşkil etməyi məsləhət görür və daxil olan şikayətlər əsaslıdırsa o, müvafiq işlərin dəqiqləşdirilməsi məqsədi ilə qısa müddətlərdə Rusiya Federasiyasının Mədəniyyət Nazirliyinə müraciət etməyi təklif edib. Bundan əlavə, Məlikovun fikrincə, ticarət nöqtələrindəki lövhələr şəhərin xarici simasını eybəcərləşdirir.
Səlahiyyətli nümayəndə sahibkarlara xarici adları Dağıstana daha uyğun başlıqlarla əvəz etməyi təklif edib. Sergey Məlikov müşavirə iştirakçılarına cari il fevral ayının əvvəllərində başda Rusiya Federasiyası hökumət sədrinin müavini Aleksandr Xlaponin olmaqla Dərbəndin 2000 illik yubileyinə hazırlıq üzrə Federal Təşkili Komitənin müşavirəsinin keçiriləcəyi ilə bağlı məlumatı da çatdırdı. Yubiley çərçivəli işlərin sentyabr ayının 15-dən bayram tədbirlərinin baş alacağı gündən sonra belə davam etdiriləcəyini də o bir daha qeyd etdi. Yanvar ayının 30-da Mahaçqalada Peşəkar Milli Yaradıcı Kollektivlər İttifaqı İdarə Heyətinin geniş tərkibli müşavirəsi keçiriləcək. Tədbirdə Kabarda-Balkar, Adıgey, Qaraçay, Çərkəz, Tatarıstan, Başqırdistan respublikalarından, Voronij, Volогодsk, Vladimirsk vilayətlərindən, Mordoviyadan və digər regionlardan 20-dən artıq xalq yaradıcılığı kollektivlərinin rəhbərləri iştirak edəcəklər. Burada başlıca məqsəd mövcud problemləri araşdırmaq, perspektivləri müəyyənləşdirmək və təcrübə mübadiləsini təmin etməkdir. Müşavirə çərçivəsində ötən il dekabr ayının 24-də Moskvada keçirilmiş ölkə prezidenti nəzdində Dövlət Şurasının Mədəniyyət və İncəsənət üzrə Şuranın yekunları da müzakirə olunacaq. Diqqətinizə çatdırırıq, hörmətli radio dinləyicilərimiz ki, sabah səhər saat 7-də Mahaçqalada Cümə məscidi ərazisindən Dağıstan, Krım, Peyğəmbərlərə məhəbbətlə avtoyürüşü baş alacaq. Bu əlaqədə Respublikanın Dindarlar İdarəsində aparılmış toplantıda iş qrupu yürüşün hərəkət marşrutunu müəyyənləşdirmişdir. Mahaçqaladan baş alacaq avtoyürüş cümə günü Simferopol şəhərində başa çatmalıdır. Aksiyada iştirak etmək iqtidarında olanlar gərəkli məlumatı Dağıstan-Krım.Rusiya Federasiyası saytında əldə edə bilərlər. Babayurtda gənclər arasında Şimali Qafqaz Federal Dairəsinin ağır güləş üzrə birinciliyi baş alacaq. 4 gün ərzində dairənin 7 regionundan ən yaxşı idmançı medallar uğrunda yarışacaq. Dağıstan yığma komandasının baş məşqçisi Alxazur Elmurzayevin sözləri ilə Dağıstanı Respublika yarışlarının qalibləri və mükafatçıları 15 atlet təmsil edəcək. Turnirin yekunları üzrə məşqçilər qərargahı cari il mart ayının 2-dən 9-nadək Volqograd şəhərində Rusiya birinciliyi yarışlarında iştirak edəcək Şimali Qafqaz Federal Dairə komandasının üzvlərini də formalaşdıracaq. Siz son xəbərlərə qulaq asdınız.